Müxalifətin mitinq keçirmək istəyini Bakı şəhər İcra Hakimiyyətinin yenə rədd etməsi sərbəst toplaşma azadlığına tam qadağa qoyulması deməkdirmi? Müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyası və Milli Şura 6 il fasilədən sonra aprelin 27-sində Məhsul stadionunda mitinq keçirmək istəyirdi. Mitinqin belə bir şüarla keçirilməsi nəzərdə tutulurdu. Tofiq Yaqublu başda olmaqla siyasi məhbuslara azadlıq. Bu məqsədlə paytaxt rəhbərliyinə müraciət ünvanlamışdılar. Amma cavab gəlib ki, mitinqin keçirilməsi məqsədə uyğun hesab edilmir. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi deyir ki, hakimiyyət artıq illərdir ki, xalqın konstitusional hüququnun bir araya gəlib sərbəst fikir ifadə etməsinin üzərinə həbs qoyub. Deyir, bu dəfəki imtina da bunun bir daha göstəricisi oldu. Azərbaycanda total bir nəzarət var, polis xəfiyyə nəzarəti var, insanların telefonlarını izləyirlər, aktivlərin canlı olaraq, onlayn olaraq, onlar müşahidə altındadılar və Azərbaycan Orwellin 1984 əsərinə çevrilibdir. Yəni, böyük qardaş hər tərəfdən sizə baxır və əl-qolunuzu bağlayıb. Yəni, 3-5 adamın bir yerə toplaşması nədir? 3-5 adamın onlayn qaydada fikrini ifadə eləməsi onların həbsinə səbəb ola bilir. Bu baxımdan Azərbaycanda totalitarizm hökm sürür və hökumət bütün müstəqil və müxalif medianı sıradan çıxartmaqla ifadə azadlığının, yəni alternativ ifadənin üzərində bir hökm qoyubdur. Siz əvvəl hansısa fikri səsləndirib həbs olunurdunuz. İndi o fikri səsləndirməyə də imkan vermirlər. Bakıda müxalifətin son razılaşdırılmış etiraz aksiyası 2019-cu ilin yanvarında keçirilib. Elə o zaman da siyasi məhbuslara azadlıq tələbi ilə. Ondan sonra şəhər rəhbərliyi etiraz aksiyalarına müsbət cavab verməyib. Əsasən paytaxtın mərkəzi ərazilərində nəqliyyatın sıxlığı əsas səbəb göstərilib. Müxalifət də şəhər kənarında etiraz aksiyası keçirmək istəməyib. 2019-2020-ci illərdə müxalifət şəhərdə bir neçə dəfə icazəsiz aksiya cəhd göstərib. Bu aksiyaların birində 2019-cu ilin oktyabrında AXCP sədri Əli Kərimli də saxlanıb. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi deyir ki, illərdir müxalifətin icazə olmadan etiraz aksiyasına, mitinqlərə çıxmama səbəbi həm də müxalifət partiyalarının maddi imkanlarının yetərli olmaması ilə bağlıdır. Hökumət bütövlükdə vətəndaş cəmiyyətini, qeyri-hökumət sektorunu, medianı, siyasi müxalifəti sıxışdırıb, amma burada ən ciddi zərbəni siyasi müxalifət alır. Yəni, faktiki olaraq bütün maddi resurslardan məhrum edilibdir. Siz təsəvvür edirsiniz, bir vəkil müqaviləsi orta aylıq vətəndaşın, Azərbaycan orta statistik insanın qazandığı pulun 70%-dir. Yəni, bu böyük bir maddi çətinlik yaradır və istər inzibati həbslərlə bağlı, istər uzun müddətli cinayət işlərlə bağlı. Beynəlxalq konjunktur da belədir ki, Azərbaycan hakimiyyəti indi 1000 adamı da həbs eləsə, açığı onun qarşısında hər hansısa bir beynəlxalq inzibati güc yoxdur. Bu konjunkturanı da biz nəzərdən keçirmişik. Ötən gün Azadlıq Radiosuna müsahibə verən Avropa Şurası Parlament Assambleyasında Almaniyadan olan deputat Frank Schwabe də deyib ki, Azərbaycanın bu qurumda səlahiyyətlərinin dondurulması səbəblərindən biri də məhz sərbəst toplaşma azadlığına olan baskılardır. Since so many years, we monitor the country. Biz illərdir bu ölkəni müşahidə edirik və vəziyyət həmişə eynidir. Biz eyni şeyləri tələb edirik, cavab ala bilmirik. Vəziyyət dəhşətlidir və getdikcə daha da pisləşir. Azərbaycan hakimiyyəti isə bir qayda olaraq ölkədə bütün təməl hüquqlar kimi sərbəst toplaşma azadlığının da qorunduğunu iddia eləyir. Amma əksər beynəlxalq hesabatlarda, o cümlədən ABŞ Dövlət Departamentinin insan haqlarına dair hesabatında da hökumətin yaratdığı şərait faktiki olaraq sərbəst toplaşma azadlığının qadağası kimi qiymətləndirilir.